Salam, hər vaxtınız xeyir. Hər birini salamlayıram. Necəsiz? Bu günlərdə canlı yayımda maraqlı bir mövzu izahı olacaq. Əslində mövzu izahı deyil, sadəcə şagirdlərə çox rast gəlinən və bir çox şagirdlərin həqiqətən çətinlik çəkdiyi bir məqam var. Ona aid məsələlər yazarıq həndəsədən. Məsələn, şagirdlərə həm blok imtahanında, həm buraxılış imtahanında həddindən artıq çox rast gəlinir. Trapesiyanın içində paraleloqram yaradıb bir çox çətin görünən məsələlərin həllidir. Bugünkü canlı yayımımız bununla bağlıdır. Məsələn, siz testlər həll edərkən sizə çox rast gəlinir. Yenə deyirəm, bax, ona görə yazmışam. Həm blok, həm buraxılış. Bu formada suallar həm blok imtahanında, həm də buraxılış imtahanında həddindən artıq çox təklif olunur. Yəni, trapesiyanın içində ya hazır paraleloqram verilir çox az hallarda, amma əksər hallarda şagird özü paraleloqram yaratmalıdır trapesiyanın içində və məsələni həll etməlidir. Bugünkü dərsimiz bununla bağlıdır. Həm blok imtahanında təklif olunur, həm buraxılış imtahanında, həm də müəllimlərin sertifikasiya və NIQ imtahanında da bax, bugün keçdiyimiz trapesiya ilə bağlı məsələlər çox təklif olunur. Bu günləri onlara aid həm biliklər verəcəm, həm də testlər izahı. Ona görə hər birinizdən xahiş edirəm, maksimum şəkildə canlıya dəstək olaq, canlını bəyənib, paylaşaq. İzləyicilər gələnə qədər bir misal verim. Çünki biz həmişə canlı yayında deyilik, bir misal veririk. Həm zarafat deyil, hər canlıda bir misal və yaxud da bəzən o iki misal. Təsəvvür edin, bunda da bir xeyri var da. Ona görə hər birinizdən xahiş edirəm, ekranları bəyənin uşaqlar. Bizim səhifəmizdəki həmişə kimi spamdadır, bilmirəm nəyə görə. Belə bir misal verək, sonra keçirik həmin o dediyim mövzuya. Mövzu həqiqətən möhtəşəm mövzudur. Özünüz də görərsiniz. Yenə deyirəm, bununla bağlı həm blok imtahanında təklif olunur, həm buraxılış imtahanında, həm də müəllimlərin, riyaziyyat müəllimlərinin MIQ və sertifikasiya imtahanında çox təklif olunur. Ona görə bir misal yazım, sonra keçərik mövzuya. Burada da sizə bir bilik öyrətmək istəyirəm. Bax, bu formada suallarda, imtahanlarda çox təklif olunur. X kvadrat minus 5x üstə gəl 2 bərabərdir 0. Deyir, tənliyinin köklərinin kubları cəmini tapın. Tənliyinin köklərinin kubları cəmi. Köklərin kubları cəmi. Köklərinin kubları cəmi. Bax, maraqlı test tapşırıqdır uşaqlar. Bax, bunun özündə də mən sizə inşallah bir bilik öyrədirəm. Bilənlər heç bilir, çox gözəl, əla, bəyəniləndir. Bilməyənlər də öyrənər də. Bir sual verək, sonra keçərik dərsimizə. Sual bu şəkildədir. X kvadrat minus 5x plus 2 bərabərdir 0 tənliyi. Köklərinin kubları cəmini tapın. Yəni, imtahanda həm blok imtahanında, həm buraxılış imtahanında bax, düşən suallardan biridir. X kvadrat minus 5x plus 2 bərabərdir 0. Tənliyinin köklərinin kubları cəmini tapın. İstəyirsə vaxt verirəm, yazın, sonra biz birlikdə müzakirə edək. Uşaqlar, hər birinizdən xahiş edirəm, ekran bəyəni bizim üçün ən önəmli olan. Canlını bacardığınız qədər paylaşın. Bu günlərin möhtəşəm mövzu izahı olacaq. Yenə deyirəm, bir çox şagirdlərin çətinlik çəkdiyi bir mövzu. Trapesiyada paraleloqramlar verilir. Trapesiyada paraleloqram verilir və yaxud da sən trapesiyada özün paraleloqram yaratmalısan. Bax, onunla bağlı məsələlər həllidir. Həm blok imtahanında, həm buraxılış imtahanında və həm də müəllimlərin, riyaziyyat müəllimlərinin MIQ və sertifikasiya imtahanında həddindən artıq çox təklif olunur. Yəni, canlını axıra qədər izləsəniz, həqiqətən möhtəşəm həm bilik, həm də bu biliklə bağlı testlər izahı öyrənərsiniz. Və yaxud da bilirsinizsə təkrarlayarsınız bu şəkildə. Maraqlı sualdır. Tənliyinin deyir, köklərinin kubları cəmini tapın. Bu sual da buraxılış imtahanında düşmə ehtimalı o qədər böyükdür ki, və yaxud da ki, elə düşür buraxılış imtahanında. Bunu deyək, keçək dərsimizə, vaxt itirməyək. Bax, bu sual. Şagirdlərin demək olar ki, əksəriyyətinə tanış olan sual tipidir bu. Sualda nə deyir? Deyir ki, x kvadrat çıxılsın 5x üstə gəl 2 bərabərdir 0 tənliyini, köklərinin kubları cəmini tapın. Baxırıq bura. Mən həmişə sizə demişəm ki, uşaqlar, kvadrat tənlikdə
köklərlə bağlı məsələlər olanda x1, x2 dərhal Viet teoremini sən yaz, qıraqda özün üçün saxla. Yəni mütləq şəkildə sənə Viet teoremi lazım olacaq. O 100%-dir. Viet teoremi nədir? Bu çevrilmiş kvadrat tənlikdir. Viet teoremi çevrilmiş kvadrat. Bu tənliyin kökləri x1 və x2 olsa, Viet teoremi x1 plus x2 çevrilmiş kvadrat tənlikdə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı, yəni 5. x1, x2-də 2-yə bərabərdir. Sərbəst hədd. Köklər cəmi. İkinci hədd əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Köklər hasili isə sərbəst həddə bərabərdir. Biz bunu tapdıq. Bu məsələnin bir tərəfi. Amma səndən nə soruşulur? Köklərin kubları cəmi. Biz necə qeyd etdik? Köklər hansılardır? x1 və x2-dir. Elə deyilmi? Onların kubları cəmi, yəni səndən bax bu soruşulur. x1 kub üstə gəl x2 kub. Səndən soruşulan bax budur. Bunun üçün də mən düstur demişəm və dəfələrlə canlı yayında da demişəm, YouTube kanalında da var belə biliklər. Onu düsturunu yazırıq. Bax belə bir düstur vardı. x1 kub plus x2 kub nəyə bərabərdir? x1 üstə gəl x2-nin kubu minus 3 x1 x2 vurulsun x1 plus x2. Bax bu. Ümumiyyətlə bu düsturu bilməliyik. Müxtəsər vurma düsturlarında çox tətbiq olunur. Bax bu düstur. Amma Viet teoremində ümumiyyətlə bilməlisən. Viet teoremində çox lazımlı bir düsturdur. x1 kub plus x2 kubun düsturu. x1 plus x2'nin kubu minus 3 x1 x2 x1 plus x2. Bunu yazandan sonra bu formada suallar artıq sənin üçün asan olacaq. Qiymətləri yerinə yazırsan. Neçə? x1 plus x2'nin yerinə 5 yazıram. Olur 5'in kubu. Minus 3 vurulsun. x1 x2 neçədir? 2'dir. Vurulsun x1 plus x2 yenidən 5 yazıram yerinə. 5'in kubu 125 minus. Bu da bize verdi 30. Çıxsa alırıq 95. Test tapşırığının doğru cavabı 95. Nəyi pisdir? Bir misal təkrarladıq. Mən həm canlı yayında hər gün mövzu izahı verirəm. Misallar həldir. Həm də yəni ən azından hər gün, hər canlıda bir misal. Hər formada misal verirəm. Yəni bu misal çox da asan misal deyil. Yəni kimsə deyə bilməz ki, bu sadə misaldır. Xeyr. Çox rast gəlinir topluda və bir çox şagirdlər çətinlik çəkir. Yenə sizə deyirəm. Bunu həll etmək üçün iki bilik bilməlisən. Birinci bilik nədir? Birinci bilik budur ki, Viet teoremi. İkinci bilik də bu düsturdur. İkisinə aid də mən canlı yayın etmişəm. Dərsi var. Kim istəsə YouTube kanalından izləyə bilər. Həm Viet teoremini demişəm, izahını vermişəm. Həm də bu müxtəsər vurma düsturlarına bağlı bizim çoxlu dərslərimiz var. Girib YouTube kanalından da izləyə bilərsiniz. Bu da oldu belə. Bu məsələnin bir tərəfi. Təşəkkür, mən minnətdarım. Bu oldu belə. Aydın oldu. İndi keçirik həmin o dediyim məsələ. Bizim bugünkü dərsimiz trapesiyada paraleloqram yaratmaq. Yəni, bəlkə də sizin çoxunuza bu ad tanış deyil, amma məsələlərdə özünüz görərsiniz. Çox həddindən artıq çox istifadə edilir. Trapesiyada paraleloqram yaratmaq. Yəni, sən çox məsələ demirəm, həmişə. Lazım olan halda trapesiyada sən paraleloqram yaratmağı bacarmalısan. Qurandan sonra bir çox məsələlər artıq əlverişli olur, asanlıq. Bu da iki formada verilir. Çəkilin, SS edək. SS etməyə ehtiyac yoxdur. YouTube kanalına yerləşdirilir zaten dərs. Uşaqlar, burada iki hala biz fikir veririk. Trapesiyada paraleloqram ya hazır şəkildə verilir, bu heç bu asandır, ya da hazır şəkildə verilmir. Özün yaratmalısan. Bircə bu sözümü yadda saxla, səni inandırım ki, məsələ həllində bunu sən tam başa düşəcəksən. Vaxt itirməyək, dərhal keçək məsələlər həllinə. Məsələdə mən bunları hamısını sizə çatdıracağam. Uşaqlar, ekranları da bəyənəkdə. 6500 bəyəni bilirsiniz nədir? Yəni, heç nə. Başlayaq məsələlər həllinə. Bax, ilk məsələmiz elə topluda var, sonra məndə başqa kitablar var, onlardan da yazacağam. İlk məsələmiz, bax, topluda olan 11 nömrəli məsələ. Bunu yazdım, sonra digər məsələlər.
Bax, bizə belə bir trapesiya verilib. Bax, bu şəkildə. Belə bir trapesiya verilib. M, N, K, bir də P trapesiyası. Bir də NY var burada. Deyir ki, MNKP trapesiyasında. Deyir ki, bu dördbucaqlı trapesiyadır. MNKP trapesiyası. Bu trapesiyadır. Trapesiyasında MY 6'dır. MY 6'dır. YP bərabərdir 5 santimetrdir. YP 5'dir. Bir trapesiyanın orta xəttini tapın. İnşallah trapesiyanın orta xəttinə bir C deyək də. Ümumiyyətlə trapesiyanın orta xətti həmişə qəbul olunub da. Demək olar ki, C ilə işarə olunur, amma bilirik həm də nədir. Bizə nə deyir burada? Bax, ilk məsələmiz budur. Məsələ, bugünkü dərsimiz bax, buradan başlayır. Buradan başlayır. Sən buna diqqətlə fikir verməlisən. Bunu öyrəndin, artıq pillə-pillə biz irəliləyirik. Sual nədir burada? Deyir, belə bir trapesiya verilib. MNKP trapesiyasında MY 6'dır, YP 5'dir. Bir də burada bir şərt var. Paralellik. NY KP'ye paraleldir. NY paraleldir KP'ye. Dördbucaqlı trapesiyadır bizdə. NY KP'ye paraleldir. Bax, bu paraleldir buna. MY 6'dır, YP 5'dir. Trapesiyanın orta xəttini tap. Mən həmişə demişəm, həndəsə məsələlərində birinci işimiz nədir? Birinci işimiz nədir? Verilənləri şəkil üzərinə köçürmək. Yəni, sənin ilk işin bu olmalıdır. Sənin işinin bir neçə faizi asanlaşır. MY 6 götürüb yazırsan bura. MY bərabərdir 6 santimetr. Daha nə verib? YP 5. Hanı YP? Bax, bu YP də 5 santimetrdir. Səndən bu trapesiyanın orta xəttini soruşur. Sən bilirsən ki, trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıdır. Deməli, trapesiyanın orta xəttini bilmək üçün səndə oturacaqlar məlum olmalıdır. Yoxsa sən necə taparsan? Oturacaqlardan biri məlumdur. Bax, bura MP nə qədər olacaq? Parçaların toplanması aksiyonuna görə 6 plus 5, 11. Yadda saxlayıram ki, bura 11'dir. Sən trapesiyanın MP orta xəttini tapdın. İndi qaldı bu oturacaq. Məsələyə bax, trapesiyadır bu uşaqlar. Bu trapesiyadırsa, trapesiyanın oturacaqları nədir? Paraleldir. Paraleldirsə bu NK YP-yə də paraleldir də. Çünki paralel düz xəttlər üzərində yerləşən parçalar da paraleldir. Bax, bu NK bura paraleldir. Bunun buna paralelini göstərdik. Bu NY-nin də buna paralelliyi şərtdə verilib. Siz görürsünüz ki, bu NY PK dördbucaqlısı, bax bu NY PK dördbucaqlısı. Qarşı tərəfləri cüt-cüt paraleldir. Qarşı tərəfləri cüt-cüt paraleldirsə belə çıxır ki, bu paraleloqramdır da, paraleloqramın tərifinə görə. Paraleloqramın tərifi nədir? Qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlıya paraleloqram deyilir. Paraleloqramdırsa biz bilirik ki, paraleloqramın qarşı tərəfləri bir-birinə nədir? Bərabərdir. Yəni, bura 5-dirsə, bura da 5-dir. Aydın oldu, qarşı tərəflər olduğundan. İndi səndə oturacaqlar məlumdur. 11, 5, trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıdır. Yəni 11 üstə gəl 5 bölünsün 2. 18 bölünsün 2, bu da bərabərdir 8 santimetr. Aydın oldu. Cavab oldu 8. Burada bəzi uşaqlar var, eyni cavabı ard-arda yazır. Yəni hamıya aid deyil. Bəziləri sanki mənə bildirmək istəyir ki, bəziləri. Yəni müəllim, siz nədir bir saatdır burada yazısız biz tapmışıq. Əzizim, mən dərsi izah edirəm. Yəni, mənim təkcə sənə aid deyil. Bu dərs burada öyrənmək istəyən nə qədər şagirdlər var. Bu dərs izah olunur. Hamı burada düşünülür. Yəni, əksəriyyətinə aid deyil. Bir neçə nəfər var burada. Eyni cavabı ard-arda yazır. Yəni ki, mənə bildirmək istəyir ki, mənim bir saat izah edir, mən tapmışam artıq. Mən burada hamını düşünürəm və bu izah olunmalıdır. Kimlərsə öyrənir burada. Sən bilirsən, bu bəyənilən bir şeydir, amma qarşıdakını da başa düşmək lazımdır axı. Bu oldu belə. Uşaqlar, birinci məsələmiz buydu. Trapesiyada paraleloqram olanda bu birincidir.
Burada hazır vermişdi. Növbəti məsələlərdə isə biz özümüz qurarıq. Möhtəşəm məsələlər qarşıdadır. Yenə deyirəm, blokda, buraxılışda riyaziyyat müəllimlərinin miq və sertifikasiya imtahanında həddindən artıq çox təklif olunur. Növbəti məsələlərdə biz artıq özümüz qurmalıyıq. Bu oldu belə. Bu hazırlıq idi, mən dedim. Növbəti bir məsələ. Baxın, burada kitabda görək nələr var. Uşaqlar, ekranları bəyənək də. Mən deməsəm, heç kəs bəyənmir. Niyə, səbəbini də bilmirəm. Növbəti bir məsələ. Növbəti bir məsələ. Diqqət. Deməli, trapeziya verilib bizə. Bax, bu şəkildə. Hər hansı bir trapeziya. İxtiyari bir trapeziyada AD, CB, AD, CB, AD, CB. Demək, bax, bu bucaq 75 dərəcədir. Bu bucaq 75 dərəcə. Bura 3. Bura 8. Bura 30 dərəcə. Bura 30 dərəcə. Bizdə deyir ki, x-i tapın. X bərabərdir suala. AB bərabərdir x. Bu da bərabərdir. AB bərabərdir x. Bu da bərabərdir suala. X soruşulur bizdə. Maraqlı bir məsələ. Bax, indi əsas məsələ bundan sonra başlayır uşaqlar. Diqqətlə qulaq asırıq bura. Bütün diqqətlər bura. Bunun üsulları çoxdur. Mən bir marker götürüm. Baxın bura uşaqlar, bax, əsas məsələ, öyrənin canınız tutarsın. Sən də bu formada məsələləri də həll edirsənsə, səndə deməli, inşallah hər şey yaxşı olacaq. Bərabər yanlı deyil, ixtiyari trapeziyadır. Bax bu, dərsimiz necə idi? Dedim ki, dərsimiz trapeziyada paralelogramın qurulması. Paralelograma gətirirsən, orada paralelogram yaradırsan. İki formada verilir. Ya hazır paralelogram verilir, ya da özün gətirməlisən. Bundan əvvəlki hazır idi. Özün yaratmalısan burada. 75-80, sən nə edirsən? Buradan bura bir, yəni məsələ budur. İxtiyari bir trapeziyadır. Bura 75 dərəcə, bura 30 dərəcə, bura 3, bura 8. Səndən x soruşulur. Diqqət. Sən burada nə edirsən? Paralel çəkirsən. Bax, bu C-dən AD-yə bir paralel indir. Paralel indir yox, paralel çək. Nə paralel indir? Burada təzə çıxır. Bir CM, yəni CM həlli. CM paraleldir. CM paraleldir AD. Bunun sənə xeyri var ki, sən həndəsə məsələlərində artıq əlavə qurmaları da yaza bilirsən. Fikrim çatdı. CM paraleldir AD çək. Çəkə bilərik də. Bayaqları dedik da hər dəfə deməkdir uşaqlar. Bu fiqur nə olur? Paralelogram. Razısınız məndən? Qarşı tərəflər paraleldir. Niyə? Buradan bura paralel çəkmirsən buna. Bu bir paralel. Bunlar da zaten trapeziyanın oturacaqları üzərindədir. Bunlar da bir-birinə paraleldir. Bu fiqur paraleldir. Da mən bunu hər dəfə demirəm. Mahiyyətini sənə dedim. Ümumiyyətlə, paralel çəkəndə dördbucaqlı paralelogram olur. Yəni da göstərdiksə, hər dəfə deməkdir. Bunlar paralel, bunlar da belə. Uşaqlar, bu paraleldir. Bunlar bildik. Növbəti işin nədir? Bura 75-dirsə, bu düz xətlər paraleldir axı. Bu düz xətlər paraleldir. Bura uyğun bucaqlardır. Burada olur 75. Razısınız məndən? Uyğun bucaqlardır da bura. Bax, paralel düz xətlər, bunlar da uyğun bucaqlardır. Uyğun bucaqlar da bir-birinə bərabərdir paralel düz xətlərdə. 75, burada oldu 75. İndi gəlin bu bucağı tapaq. Üç bucaqda iki bucaq verildikdə, üçüncü bucaq necə tapılır? 180-dən çıxırıq, digər iki bucağın cəmiyə bu bucaq. 180 dərəcə minus, bu ikisinin cəmi 30 dərəcə, üstə gəl 75 dərəcə. Bu da bərabər 180 dərəcə minus 105. Çıxsaq, bu da bizə verdi 75 dərəcə. Aha, nəsə qəşəng bir şey alınır. 75 dərəcə. Bura 75-dirsə, bura da 75-dir. Aydın oldu. Göstərdik. Bərabər yanlı üç bucaqdır. Çünki bərabər yanlı üç bucağın əlamətidir. İki bucağı bərabər olan üç bucaq bərabər yanlıdır. Fikrim çatdı. Bu bərabər yanlı üç bucağın əlamətidir. 75-75. Onda bu hissə bu hissəyə bərabərdir. MB CB-yə bərabərdir.
Bura 8-dirsə, bura da 8-dir. MB-ni tapdıq. Digər tərəfdən AM nəyə bərabər olar? Uşaqlar, rəy yerinə yazın, istəyirəm sizi işlədim. Beyin işləsin. AM nəyə bərabər olar? Sizin müzakirənizlə birlikdə. Rəy yerinə yazın hələ. AM nə qədərdir bizdə? Cavab bildik mi? AM nə qədərdir? Cavabı bildik. Bəli, AM 3-dür, tamamilə doğru. AM 3-dür. Niyə 3-dür? Çünki paraleloqramın qarşı tərəfləridir. Biz də bilirik ki, paraleloqramın qarşı tərəfləri bir-birinə nədir? Bərabərdir. Bura 3-dürsə, bura da 3-dür. Vəssalam, işim tamam. AM 3-dür, bura. MB 8-dir. Səndən X, yəni AB soruşulur. X də axı bu 3 ilə 8-in cəmidir. X bərabərdir 3. Üstə gəl 8. Bu da bizə verdi 11. Uzunluq vahidi. Fikrim çatdı. Bax, bu ikinci məsələ. Bir dəfəlik yadda saxlayırıq da. Hər dəfə demirəm, paralel çəkdin, dördbucaqlı orada paraleloqram olur. Perpendikulyar ola bilməz. Perpendikulyar ola biləri işimə yaramayacaq. Niyə olmuş ki? Perpendikulyar çəkə bilərik də, işimizə yaramayacaq. Bu ikinci məsələ. İndi gəlir növbəti. Məsələ. Uşaqlar, siz bunu hələ möhtəşəm biliklər qarşıda canlı axıra qədər izləyin. O toplu məsələləri var, diaqonallar perpendikulyar olanda, nə bilim, orta xəttin, onları hamısını inşallah bu canlıda bitdə deyəcəm. Siz bir dənə ekranları, sizdəki ekranları bəyənənsiniz. 16.000 bəyənmə. Bunu bir 20.000 eləyək, o daha çox şagird qarşısına çıxsın. Bu dərs maraqlıdır. Həm də sən burada əlavə qurma öyrənirsən. Nə pisdir? Növbəti məsələ. Növbəti bir möhtəşəm məsələ tipi. Baxırıq bura. Ekranları da bəyənin uşaqlar. 20.000-ə doğru. Demək, növbəti belə bir məsələ. Deməli, belə bir trapesiya verilib. Belə bir trapesiya. Qoy, bunu bu tərəfdə çəkin. Bu tərəfdə çəkin bunu. Uşaqlar, mən şəkli çəkəni qutarana qədər, şərti yazılana qədər dönüb baxım görüm 20.000 olub doğru. Deməli, belə bir trapesiya verilib. İxtiyari bir trapesiyadır. İxtiyari bir trapesiya. A, D, C, B. Demək, C bucağı 115 dərəcədir. Bax, bura. 115 dərəcə. Deyir, ABCD dördbucaqlısında AB CD-yə paraleldir. AB paraleldir CD-yə. Bu trapesiyadır, açıq-aşkar deyil. AD ilə DC-nin cəmi AD plus DC bərabərdir AB. Hətta bucaq C də 115 dərəcə, 115 dərəcə. Bizdən soruşur A bucağı. Bax, bu bucağın qiyməti soruşulur. Bucaq A bərabərdir suala. Buyuraq. Maraqlı məsələdir. Hə, mən oradan marker tapım. Bugünkü markerlər 21.000-i keçdi. Təşəkkür. Mən dedim 20.000. Ziyanı yoxdur, çox olmalı. Bax, belə bir məsələ. Baxın da cavablarda 65 var mı? 65 vallahi üzürlü saat yoxdur belə bir cavab. Hər hansı bir trapesiyadır. Hər hansı bir trapesiyadır. Bax, belə bir trapesiya. Bax, trapesiyadır da bu şərtdən görünür də. AB paraleldir CD-yə. Trapesiya verilir. Avtomatik bu trapesiyadır. İki tərəfi paralel olan, istənilən, yalnız iki tərəfi paralel olan, istənilən dördbucaqlı trapesiyadır. AB CD-yə paraleldir. Burada nə verir? Deyir ki, bucaq C 115-dir. AD ilə DC-nin cəmi AB-yə bərabərdir. Bucaq C 115-dir. Bucaq A-nı tapın. Diqqət, maraqlı məsələdir. Mən də onu sənə çatdırıram ki, öyrən. Öyrən, özün tətbiq et. Sənə imtahanda düşər. Blok imtahanında. Buraxılışda da düşmə ehtimalı var. Amma blok imtahanında 100% düşmə ehtimalı var. Müəllimlərin MİQ və sertifikasiya imtahanında dəfələrlə bu formada suallar, sınaqlarda təklif olunur. Bu məşhur məsələ tipidir.
Mən nə dedim? Dedim ki, birinci növbədə sən burada, bu formada məsələləri nə edirsən? Görürsən ki, burada bir eybəcərlik var. Biraz qorxu səndə yaradır. 9-da düşə bilər, əlbəttə düşə bilər. Niyə düşə bilməsin ki? D-dən bu CB-yə paralel indirirsən. Başqa çarə yoxdur. Buradan bura bir paralel indirirsən. DM deyək də. Və dedik də bu dördbucaqlı da paraleloqramdır da, hər dəfə deyirik. Bu dördbucaqlı paraleloqramdır. AD ilə DC-nin cəmi AB-yə bərabərdir. Bunu hələ qoyaq bir qırağa. Qoymayaq, yazaq. AD ilə DC-nin cəmi AD, DC. Biz burada, məsələn, AD-yə nə deyək? AD-yə deyək bir X. AD-yə deyirəm X. DC, bir də AB. AB-yə də A deyirəm, buna da B deyirəm. Buna da B deyirəm. Baxaq görə başımıza nə iş gəlir. Yenə deyirəm, bu formada yazılar sizi çaşdırırsa, sizdə çətinlik yaradırsa, özünüzü qorxutmayın. Götürün və bu şəkildə hissələrlə, balaca ədədlər, düz xətli latın əlifbasının kiçik hərflərini də işarə edirlər də. Yəni bunu siz heç kəs qadağa qoya bilməz. Bura X deyirəm. Bura trapezdən oturacaqlara AB deyirəm, hazır. Burada X deyirəm. Diqqət. Deməli, bura 115 desə, paraleloqram daxil. Paraleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. Elə deyilmi? Yəni, bax, bura 115 olur. 115 dərəcə. Paraleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. 115 bura, 115 bura. Burada bunun qonşu bucağıdır da. 180-dən çıxıram 115-i. 180 çıxılsın 115. Çıxsaq bu bizə nə verir? 65 dərəcə. 65 dərəcə. Bax, bura oldu 65 dərəcə. Aydın oldu. Bura oldu 65 dərəcə. İndi özünü qorxutmadan, diqqətlə nə edirsən? Bura B-dirsə, bax, görə bilirik də, bura B-dirsə, bura nə qədərdir? Burada B-dir. Çünki paraleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabər olur. Onda səndə A-im nəyə bərabər olur? A minus B-yə. A-im A minus B-yə bərabərdir. Fikrim çatdı. Özünü qorxutmursan. Bura B-dirsə, bura da B-dir. Bütöv adı axı, bura olur A minus B. Digər tərəfdən, bu X ilə B-nin cəmi də adır axı. Bu X də A minus B olur. X də A minus B olur. Bax, bu daha AD ilə DC-nin cəmi deyil. AD-yə mən nə dedim? X dedim. Bax, X AD-nin yerinə X, bura X demişdim də. Üstə gəl DC-nin cəmi. DC neçədir? B bərabərdir A. X oldu A minus B. Yəni, burada oldu A minus B. İndi sən burada açıq-aşkar görürsən ki, bu üçbucaq bərabər yanlıdır. Bərabər yanlı üçbucaqdırsa, bura 65-dirsə, bura da 65-dir. Bərabər yanlı üçbucaqdırsa, bura 65, bura da 65-dir. Onda bucaq A bərabərdir. 180-dən çıxıram 2 dənə 65-i, yəni 130-u. Test tapşırığının cavabı oldu 50 dərəcə. Bəli. Bəli, tamamilə doğrudur. Cavab oldu 50 dərəcə. O 65 yazanlar, onlar yəqin əziyyət çəkib yazıblar, amma diqqətsizlik ucbatından bu bucağı götürüblər. Bu yox. O bizdə bunu soruşur. Aydın oldu. Yəni, bu məsələlərdə sənin əsas işin, nədir? Necə deyərlər? Paraleloqramı yaratmaq, qurmaq. Əsas işin odur. Paraleloqramı yaratmalısan orada. 40 deyənlər çoxu indi 50 yazır. Nə bilim, vallah, ola bilər. Yəni, qorxulu bir şey yoxdur. Bir etap burada budur. Paraleloqrama tamamlamaq. Onu yazandan sonra məsələnin 80% alınır. İndi orada qalır müəyyən biliklər, o heç. Amma paraleloqramı orada yarada bildim, qutardı getdi. İndi mən bunu inşallah YouTube'a da yerləşdirəcəm. Orada da bir dəfə izləyərsən, heç bir problem olmaz. Qorxutma özünü. Bu da oldu belə. Hər dəfə yeni bilik öyrənmək yaxşıdır uşaqlar. Əziz və gözəl şagirdlər, bilmirəm, bizi izləyənlər. İnsan hər dəfə yeni bilik öyrənəndə insanda özgüvən hissi formalaşır.
Həm də beyin yenilənir də. Yaxşı bir şeydir. Amma ekranları bəyənmək ondan da yaxşı bir şeydir. Hər dəfə orada bəyənəndə orada o izləmə like deyirlər də o artır. O ümumiyyətlə yaxşı bir şeydir. Özgüvən verir. Bu oldu belə. Növbəti nə yazaq burada? Deməli, bu da getdi 50. Sonra başqa bir məsələ. Bu məsələ topluda da var. Mən buradan birini yazım, sonra sizin üçün topludan bir məsələ seçərəm, siz yazarsınız. Və o topluda o eybəcər şəkildə verilən o məsələni siz inşallah bundan sonra öyrənərsiniz. Deməli, A, D, C, B. Bura 40 dərəcə. Bura 40 dərəcə verib bizə. Deyir ki, ABCD trapesiyasında fiqur trapesiyadır. A, B, C, D trapesiyadır. Bu trapesiyada DC BC bərabərdir. DC bərabərdir BC. AB 2 BC'dir. AB 2 dənə BC'dir. AB'dir bu. B bucağı 40 dərəcədir. Bu heç bucaq B 40 dərəcədir. D bucağı soruşulur. D bucağı bərabərdir suala. Möhtəşəm məsələdir. Bax, bu məsələ sizə blok imtahanında düşə bilər. Sən bunu həll edə bilirsənsə, daha sən deməli sən trapesiyadan nəsə bilirsən də. Tərlədim mən. Tərləyəndə artıq hiss edirəm ki, mən dərs keçirəm. Yoxsa belə. Buyuraq. Tanış olmağa, get bala, get başqa səhifəyə. Bura o yer deyil axı, ayıbdır axı. Görürsən, burada dərs gedir. Burada maraqlı məsələ. 140 cavabı bucaqla burada belə cavab yoxdur ki, tərslikdə. Bilmirəm. Yazaq, qəşəng məsələdir. Diqqət. Nə bilim, valla yazırlar da. Nə deyəsən beləsinə. Belə bir trapesiya. Uşaqlar, möhtəşəm dərsdir. Mən bunu xüsusi fikirləşmişəm. ABCD trapesiyadır. ABCD trapesiyadır. Yazıb yenə istəyirəm. Uzer nə bilim nə olsun. Get, sən üçün birini deyim də, o səmavarı nə olar 65 qəpik, nə bilim nə, onu tap, get çıx buradan, sən mənim canım. O səmavarı həmişə o canlılarda gəlir, nə olar 65 qəpik falan. Get tap onu, çıx, get buradan. Səni göndərəcəm indi bloka. Özün heç bir işə yaramırsan burada, gəlib cəmaatda havalı eləmirsən, çıx, get buradan. Demirsən, sənə ad deyirəm də, get. Belə, ABCD hər hansı bir trapesiyadır. Bəli, ABCD hər hansı bir trapesiyadır. Deyir ki, bu trapesiyada DC BC bərabərdir. AB 2 BC'dir. Bucaq B 40 dərəcədir. Bucaq D soruşulur. Yenə mənim dediyim kimi, əvvəla biz verilənləri şəkil üzərinə köçürdürük. Həmişə həndəsə məsələlərində verilənləri şəkil üzərinə köçür. Sənin birinci işin budur. Uşaqlar, mən bunu dəfələrlə deyirəm. Çox şagirdlər görmüşəm ki, bu şəkildə yazır, başlayır, nəsə. Sən o verilənləri şəklin üzərinə köçürdəndə hər şey görünür gözünün qabağında. Elə bil ki, şəkil danışır səndən. Salam. Aydın oldu. Səmaya yaz. Orada nə olar 65 qəpik var. O sənə çarə qılacaq. Narahat olma.
Sən yaz ona. Ya da biraz gözlə, özü canlıda yazacaq. 65 qəpik yazan kimi yazarsa ona Allah xeyir versin. Çıx get canlıdan. Bura sənin üçün bu İlham Mirzəyevin verilişi deyil. Gəl problemi danışırsan burada. Nə bilim, bu digər verilişlər deyil. Bura dərs canlısıdır, ay bala. Sən mənim can çıx get buradan. 3-4 nəfər burada öyrənmək istəyir. Sən də gəlmirsən bura. Başqa vaxtda dərdləşərik. Get. Baxırıq bura. Verilənləri şəkli üzərinə köçürdük. Deməli, nə edirik burada? DC BC-yə bərabərdir. DC BC-yə bərabərdir. Bunu bu şəkildə yazdıqdan sonra görürsən, görünür şəklə baxanda. Bucaq B 40 dərəcə, bu heç verilib. AB 2BC-dir. AB 2BC nədir? AB 2BC-dir. Yəni, sən burada BC-yə bir X desən, AB səndə olacaq 2X. Aydın oldu. Bax, görürsən, şəkil nə qəşəng görünür. Nə gözəl xəlq eləyib ilahi bunu. Görünür də, hər şey şəklin üzərinə köçür. Hə, indi sənin işin başlayır. Bundan sonra sənin o gözəl, möhtəşəm əlavə qurman başlayır. Nə edirsən? Paralel çəkirik. Buradan D-dən BC-yə bir qəşəng paralel çəkirik. Nə olacaq? Bir DM paraleli çək. Fiqor paralelogramdır dedik. Və başlayırıq. Ya Allah deyib başlayaq. Nəyə başlayaq? Deməli, DC BC-yə bərabərdir. DC BC-yə bərabərdir. Bax, uşaqlar, DC BC-yə bərabərdirsə, bura X-dirsə, bura da X-dir. Bu sənə şərtdə verilir. Bu sənə şərtdə verilir. Bura X-dirsə, bura da X-dir. Növbəti işin nədir? Növbəti işin budur. Paralelogramın qarşı tərəfləri bərabərdir. Əgər bura X-dirsə, bura da X-dir. Bura bir dənə qəşəng X deyirəm. X deyəndən sonra, diqqət. Bax, nə gözəl məsələdir. Burada özü alınır hamısı. X deyəndən sonra bütöv 2X-dir. Bura X-dirsə, razısan məndən, burada X olacaq. 2X-dən X çıxdı. Digər tərəfdən, bu da paralelogramın qarşı tərəfi daxil. Bura X-dirsə, burada X-dir. Görə bilirsən? Hər şey hazırdır. Ondan sonra, bax, bura qəşəng. Diqqət və diqqət. Bura 40 dərəcədirsə, burada 40-dır. Çünki paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Bax, 40 dərəcə, 40 dərəcə. Növbəti addımın. Əgər bura 40-dırsa, burada uyğun bucaqlar daxil. Paralel düz xətlər, burada uyğun bucaqlardır. Nə qədər olur bura? 40 dərəcə. Uyğun bucaqlar bərabərdir. Daha sonra, bu üst bucağı görürsünüz, bərabər yanlıdır. X. Təpə bucaq 40 dərəcədir. Bura hər X-dən nə çıxacaq? 180-dən çıxıram nəyi? 40-ı bölürəm 2-yə. Bölürəm 2-yə. Bu da bizə verir 70 dərəcə. İndi sən burada tapdın ki, bax, bu bucaq 70, burada 70-dir. D bucağına bax, D bucağı. 70 dərəcə və 40 dərəcəlik bucaqlardan ibarətdir. Bucaqların toplanması xassəsinə görə, aksiomuna görə D bucağı nə qədər olacaq? Bucaq D bərabər bunların cəmi. 40 dərəcə üstəgəl 70 dərəcə üstəgəl 40 dərəcə. Topladıq, bu da bizə verdi 110 dərəcə. Aydın oldu dediyim. Cavab 110 dərəcədir. Bayaqdan burada 120, 140 dərəcə yazanlar səhv yazmışsınız da. Sübutla göstərdik də. Neyinirik? Paralel çəkirik. Bura X, bura 2X. Bura X-sə, burada X-i şərtdə verib. Qarşı tərəflər bərabər. Bura X. Burada da qarşı tərəflər bərabər. X. Bərabər yanlıdır 40 dərəcə bura. 40 dərəcə. Bura qarşı bucaqlar. Tapdıq, hamısını göstərdim. YouTube-a yerləşdirəcəm, orada da görərsiniz. Bölməni nəzərə almadım. Al da, diqqətli ol. Bu oldu belə. Uşaqlar, ekranları bəyənək 40 minə doğru. Ekranları bəyənək də hər birinizdən xahiş edirəm. Bir dənə qəşəng ekranları bəyənək. Canlımızda izləyici var, amma ekran bəyənək. O gəlib çıxsın bu 100 minə, nə bilim. Əsəbləşməyin, kim əsəbləşir? Bu da oldu belə. Qəşəng məsələ. İndi mən bunu YouTube-a da yerləşdirəcəm. Bax. Sən bunu YouTube-dan da bir dəfə izləsən, ondan sonra hazırdır. Bu artıq olacaq sənin. Bu oldu belə.
YouTube'un adı nədir? Eynən bu səhifənin adıdır. Bu səhifənin adını görürsünüz necədir? Eynən bu səhifə necədirsə o formada bir addır, izləyərsiniz. Bir məsələdə yazaq. Hədiyyə kimlərə atı təşəkkür, minnətdaram, canlıya dəstək olursunuz. Həqiqətən. Yəni, dərs canlılarına dəstək olan hər bir kəsə nə qədər təşəkkür eləsən azdır. Aydın oldu. Nə qədər təşəkkür eləsən azdır. Bu oldu belə. Bu oldu belə. Növbəti bir məsələ. Uşaqlar, bunu yazıram, zəhmət olmasa. Pifaqor teoremini mən indi necə başa salım? Mənim bugün dərsimin mövzusu başqadır. Zamanla o da olacaq. Sənin həqiqətən məqsədin öyrənməkdirsə, səhifəmizi izlə, zamanla Pifaqor teoremi də olacaq, nə bilim, o birlər də olacaq. Yəni, bugün dərsimizin mövzusu var da, mövzu budur. Necə edim? Bunu saxlayım kesim ora, o alim deyəcək axı bir-birinə. Hərdən müəllimlər qarşıma gəlir, mövzu keçir, biri bir sual verir, dərsi saxlayır, keçir ora. O birini saxlayır, aləm deyir bir-birinə, o canlıdan bir bəhrələnmək də olmur. Pifaqor teoremi çox belə böyük bir dərs tələb edir. Heç olmasa mən burada bir 2 saat canlı etməliyəm ki, yoxsa Pifaqor teoremi burada sənə nə deyim? Axırıb bura. Bir sual yazıram uşaqlar, onu siz həll edin, yazın burada. Bu sualı mən yazıram, siz həll edin və ekranları da bəyənin. 50 minə doğru. Bu qədər biz izah elədik, bu qədər, nə bilim, nələrsə dedik. İndi 2 dənə də qəşəng sual gəlir. Sonra keçər topluda bir sual var, onu da yazarıq. Sual belədir. Bunu bilmirəm, bunu yazmadıq ki, hə? İnşallah ki, yazmadıq. A. Məncə yazmamışıq da bunu, yazmışıq, yəni. Bunu yazdıq. Bunu da yazdıq. Hə, yazmışıq, bunu yazmamışıq. A, D, C, B. A, D, C, B. Deməli, ADCB trapesiyadır. ADCB trapesiyadır. A bucağı 75 dərəcədir. A bucağı. Bunu yazmışıq. Məsələ yadımda deyil. Yazmışıq belə bir məsələ. 75. Nə bilim nə. Yadımda deyil. Eyb yox. ABCD trapesiyadır. ABCD. Bax, bu fiqur trapesiyadır. Trapesiya. Bu fiqur trapesiyadır. Bu trapesiyada deyir AB 9'dur. Bax, bura 9'dur. Bura 4'dür. C bucağı 2 dənə M bucağıdır. Bucaq C 2 dənə bucaq M'dir. M'dir. A'dır A. A'dır. DC bərabərdir suala. Bax, bu fiqur bir trapesiyadır. A, B, C'dir trapesiyadır. AB 9'dur. BC 4'dür. Bucaq C 2 dənə bucaq A'dır. Bizdən DC soruşulur. Buyurun bunu siz yazın. Vaxt verirəm, yazın bunu. Buyuraq və həll edib cavabı yazaq. Bucaq C'də, C bucağı 2 dənə A bucağıdır. Buyuraq, qəşəng məsələdir. Bax, fiqur trapesiyadır. A, D, C, B. Bu fiqur trapesiyadır. Şərti bir daha deyirəm. Fiqur trapesiyadır. Bu fiqur.
Bura 9'dur, bura 4'dür. Yəni AB 9'dur, bura 4'dür. BC bucaq C bucağı 2 dənə bucaq A'dır. Səndən soruşur DC. Buyuraq. Yazın və yazandan sonra da ekranları bəyənin. Bax, çəkilirəm qırağa. Bayaqları dedim sizə. İndi özümüz çalışaq. Əsas, yəni bayaqdan nə öyrəndik burada? Neçə məsələ demişəm buna aid. İndi artıq məqam sənindir. Tətbiq elə. Qəşəng məsələdir həqiqətən. Nə deyir burada? Deyir ki, ABCD trapesiyadır. BC 4'dür. AB 9'dur. Bucaq C 2 dənə bucaq A'dır. DC'ni sən tap. Cavab. Uşaqlar, ekranları bəyənəkdir. Ekran bəyənməsi yaddan çıxır, canlı düşür aşağı. Ekran bəyənməsi yaddan çıxır, canlı düşür aşağı. Canlı niyə aşağı düşməlidir? Nə səbəbə? Niyə? Niyə də niyə? Hə? Niyə? Çünki bəyənmə yoxdur ona görə. Aşağıdır ona görə. Nə bilim. Cavab. Cavab 4'dür. Nəsə belə bir olur. Deyir o 4'ün ətri duyulur havada. Yazını oxuyun da müəllim. Hansı yazını oxuyun? Hə? Bəlkə yazırsan TikTok'a düşmür. Hansı yazını oxuyun? Cavab inşallah ki 4'dür. Hə? Məsələn, belə bir şey olmalıdır. Mənim bir şagirdim vardı. Hardasa ayıldı. Neçənci ildə yanıma gəldi? 2014-15. Yazırdı. Dedim, düz yazmışsan. Deyir, nəsə belə bir şey olmalıydı. Atın səssizə də yazırdı özü üçün. O da burada belə yazmaqla təsəlli tapır da. Yazır da. Nə deyim ona? Nə yazır burada? Burada nə qədər userdir, userdir, nə bilim, nə qədər var. Yazısından bilirsən ki, uşaqdır da. Müəllim, uşaq hazırlaşdırırsınız. Ay müəllim, uşaqdır da, mən nə deyim ona? Uşaqdır da, indi onun da öz dünyası var, nə bilim. Böyüyəcək, ağıllanacaq, hələ nə yatıb, nə yuxu görüb. Həyat təcrübəsi yox. Da, o birinə bax, salam müəllimə, necəsiz? Bu boyda sən belə müəllimə görmüsən sən? Hə? Nə deyəsən? Mən indi bunların hamısının başına geçsəm, onda mən daha müəllim olmaram ki. Səbir etmək lazımdır da, uşaqdır da, böyüyüb düzələr. Bilmir də, nə deyim ona? Balaca uşaqdır da, özünün də dünyası var. Uşaqların da öz dünyaları olur. Biz də uşaq olmuşuq da. Özü üçün indi nələr orada düşünür. Böyüyəcək, uşaqlıq xatirəsi kimi yadında qalacaq. Mən indi ona niyə travma yaşadım? Pis söz yazmır ki, uşaqdır da, yazır özü üçün. Neysə. Əsas o da nalayiq söz yazmasın, pis söz yazmasın. Uşaqdır da. Yazsından görmürsən. Müəllim, müəllimlə müəlliməni seçə bilmir. Mən ona nə deyim? Müəllimlə müəlliməni seçə bilməyən adam mənim dediyimi başa düşər ki. Mən ona burada nə desəm o. Baxırıq bura. Demək, yenə nə edirik? Yenə nə edirik? Verilənləri şəkil üzərinə köçürdürük və orada müəyyən əlavələr etməliyik. Bunlar verilib 4, 9. Bucaq C 2 dənə bucaq A'dır. Əgər mən bucaq A'ya bir X desəm, bucaq A'ya bir X desəm, uşaqlar, bucaq C nə olacaq? 2 dənə X. Elə deyil. Çünki məsələdə bizə bu verilib. Məsələ sənə deyir ki, bucaq C 2 dənə bucaq A'dır. Bura X desəm, bura olacaq 2X. Fikrim çatdı. Növbəti işin nədir? Paralel köçürtmək. Dedim də, belə məsələdə artıq bunun forması sizə bəlli oldu. Paralel götürürük, paralel köçürtürük. Çəkirik daha doğrusu. Dedən bura bir paralel çəkirəm. Dedən bura bir DM paraleli çəksəm, məsələnin beli qırıldı. Demək olar ki, məsələ hazırdır. Necə? Çox sadəcə. Bu fiqur paraleloqramdır. Bəli, paraleloqramdır. Uşaqlar, diqqət. Bura 2x-dirsə, bunu biraz yaxşı çəkin. Bu xəttə elə bir Temudan sifariş veriblər bu xəttə. O da Səma gəldi. User. User. Bayaqdan axtarırdılar. Bax, Səma gəldi. Bir daha. Nə olar 65 qəpik
Yaz Səmaya, bir daha Səma Qarayeva. Nə olar 65 qəpik çörək pulu ata bilərsiniz, nə bilim nə. Bax yaz buna qutardı. Allah xeyir versin. Get. Gedin qutardı 7. ...65 qəpik də atarsan ora. Aydın oldu. Deyir, istədiyin yar idi, getirdi Pərverdigar. Və gəldi 65 qəpik çörək pulu. Qutardı. Daha bir də yazma, xahiş edirəm. Getdiniz. İndi burada nə olur? Və bu xətti düzəldim. Biraz belə yaxşı çəkmədim mən. Deyim, bu fiqur yarıyanlardan olsun, bəli. Bir dəfə qeyd, sabahları tort kəsərik canlı yayında. Bu fiqur paralelogramdır. Əlbəttə ki, bəli, paralelogramdır. Fikrim çatdı. Uşaqlar, bura 2x-dirsə, burada 2x-dir. Çünki bu paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Aydın oldu. Paralelogramın qarşı bucaqları bir-birinə nədir? Bərabərdir. Bura 2x-dir, burada 2x. Digər tərəfdən, bu 2x, bu üç bucağı görürsən, AMD üç bucağının xarici bucağıdır. Əlbəttə ki, bəli, xarici bucağıdır. Üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəmidir. Bu 2x bununla bunun cəmidir. Onda 2x-dən x çıxsam bunu alaram. Burada x-dir. Bəli. Deməli, sən aldın ki, bu üç bucaq bərabər yalnız. İki bucaq bərabərdir. Bu, bura bərabərdir. Digər tərəfdən, axı, bu fiqur paralelogramdırsa, paralelogramın qarşı bucaq tərəfləri bərabərdir. Onda bura 4 olur. Bura 4-dürsə, burada 4 olur. Nəyə görə 4 olur? Çünki bərabər yanlış bucaqdır. Digər tərəfdən, bura 4-dürsə, bütöv 9-dur. Bura 5-dir. Parçaların toplanmasına görə 9-dan biz çıxırıq da 4-ü. O bizə nə verir? 5 verir. Bizdən də bunu soruşmurdu. Yenə qayıdırsam bura paralelogramın qarşı tərəfləri bərabərdir. Cavab oldu 5 və salam qutardı 7. Aydın oldu. Yəni, bu çətin deyil. Daha mən sənə yolunu dedim. Burada bir mərhələ var. Paralel çəkmək. O paraleli çəkəndən sonra qutardı 7. Daha hər şey hazırdır. Bir dənə paralel çəkdim bura. Qutardı öz başına alındı. Fikrim çatdı. Bu da oldu belə. Bunu da dedim sizə. Bunu da dedim. İndi gəlir növbəti bir məsələ. Burada bir məsələ var idi. Mən bilmirəm də ona aid yazdım ya yazmadım. Qaldı belə. Onu bilmirəm də yazdım ona aid ya yazmadım. Qəşəng məsələ idi o. Heyf. Bilmirəm də yazmışam, bir də təkrar gedəcək. Aləm deyəcək bir-birinə. Növbəti bir məsələ gəlir. Çox çətin məsələdir, həqiqətən. Bu məsələ sizə imtahanda düşə bilər. Amma çətin məsələ kimi. Müəllimlərin imtahanında düşə bilir. Miq və sertifikasiya imtahanında çox düşür. Belə bir trapesiya verilib. Demək A, D, C, B, sonra bax buradan bura belə bir parça F, Y, F, Y. Bu bura bərabərdir bu hissə. Bura 2-dir, burada 2-dir, burada 2-dir. Deməli, burada nə verir uşaqlar? Çətin məsələlərdən nisbətən. Görək bunu kim tapır? Miq imtahanı nədir? Heç nə. Bu başqa bir söhbətdir. ABCD trapesiyadır. Bu fiqur trapesiyadır. Bura 2, burada 2, bu da 2. Bunlar bərabərdir. A bucağı ilə B bucağının cəmi, bucaq A plus bucaq B 90 dərəcədir. 90 dərəcədir. AB-ni soruşur. AB bərabərdir suala. Bax bu. Uşaqlar, canlı yayını mən demirəm. Təbii ki, heç kim demək olar ki, bəyənmir. Çox az izləyici bəyənir. Mən canlı yayını məhz burada bağlayım, saxlayaq. Çünki bəyənmə yoxdursa, nə olsun 80 neçə nəfər izləyici var.
Bəyəni yoxdursa heç nə. Belə. Bağlayım canlı yayında. Hı. Deməli, bax, deyir bu fiqur trapesiyadır. Trapesiyadır. Fiqur trapesiyadır. Bu hissələr 2, burada 2, bu hissədə 2-dir. A bucağı ilə B bucağının cəmi. A bucağı ilə B bucağının cəmi 90 dərəcədir. Bizdən AB soruşulur. Baxırıq bura. Biz burada nə edirik? Bax, məsələn şərtini bir dəfə də deyirəm və sonra keçirəm izaha. Çətin misaldır. Sizə blok imtahanında düşmə ehtimalı var. Amma belə də müəllimlərin, riyaziyyat müəllimlərinin sertifikasiya və MİQ imtahanında 100% düşmə ehtimalı var. Və bir neçə dəfə də bu formada suallar təklif olunur. Fiqur trapesiyadır. DF FC-yə, o da FY-yə bərabərdir. 2-dir. A bucağı ilə B bucağının cəmi 90 dərəcədir. AY YB-yə bərabərdir. Bizdən soruşur ki, AB nəyə bərabərdir? Diqqət, deyirəm AB nəyə bərabərdir? Biz burada yenə əlavə qurma edirik. Bax, bu F-dən bura paralel çəkirik. Bax, buradan bura bir paralel çəkirəm. FP olsun bura. Bir paralel çəkdim. Sonra bu F-dən bu CB-yə də bir paralel çəkirsən. Bax, bu şəkildə. Burada olsun bir Q. Özümdən götürüb əlavə qurma etdim. Aydın oldu. Buradan bura bir paralel, buradan da bura bir paralel çəkdim. İndi bu fiqurlar aydındır ki, paraleloqramdır. Paraleloqramdırsa, bura 2-dirsə, bura da 2-dir. Bura 2-dirsə, bura da 2-dir. Aydın oldu. Burada 2, bu hissə 2, qarşı tərəflər də bərabərdir. Digər tərəfdən bu hissələr bir-birinə bərabərdir. AY, YB-yə bərabər. Bu hissələr də bərabər. Onda belə çıxır ki, bu arada qalan bu hissələr də avtomatik bir-birinə bərabər olur. Yəni, bax, bura bərabərdir bura. Digər tərəfdən A bucağı ilə B bucağının cəmi 90 dərəcədir. Biz burada nə edirik? Tutaq ki, bura alfadır, burada betadır. Yəni, səndə şərtdə alfa ilə betanın cəmi 90 dərəcə verib sənə. Bura alfadırsa, razılaş ki, məndən bura da alfadır. Çünki uyğun bucaqlardır da. Bura betadırsa, bura da betadır. Alfa ilə betanın cəmi 90 dərəcədirsə, onda bu üç bucağa bax. Bununla bunun cəmi 2 bucağı 90 dərəcə, cəmi 90 dərəcə olan üç bucaq düz bucaqlıdır. Avtomatik bura 90 dərəcə olur. Düzbucaqlı üçbucaqda artıq bu median rolunu oynayır. FY mediandır. Çünki buranı yarı bölür. Üçbucaqda da medianlarda məşhur üçlük var idi da. Üçbucaqda medianda. Düzbucaqlı üçbucaq, düzbucaq təpəsindən çəkilən medianda belə bir qayda var idi. Məşhur üçlük, canlı yayında izah eləmişəm. Bunlar bir-birinə bərabərdir. Bu 2-dirsə, avtomatik burada 2-dir, burada 2-dir. Bizdən nəyi soruşurdu? AB bərabərdir suala. AB-ni istəmirdi. Bunların hamısının cəmi 4 dənə 2-dir də. 4 vurulsun 2, cavab oldu 8. Aydın oldu. Maraqlı məsələ idi. Bu da oldu belə. Bu oldu bu şəkildə. Pifaqor teoremi nədir? Pifaqor teoremi Pifaqorun adına olan teoremdir. Bəs eləyər bu qədər. Yəni sənə bu bir dəqiqə ərzində ancaq bunu deyə bilərəm. Pifaqor teoremi nədir? Pifaqor teoremi Pifaqorun adına olan teoremdir. Çünki sən başa düşmürsən ki, mən burada sənə onu bu dəqiqə hamısını izah edə bilmərəm. Sən onu qəbul eləmirsənsə, mən də sənə belə deyə bilərəm. Bu oldu belə. İndi isə gəlir. Bax, niyə sildim? Dedim axı, YouTube kanalına yerləşdirərik də bunu. Eyni sualı bezmirsiniz də.
deməkdən. İndi baxırıq bura. Testlərdə ən çox düşən məsələlərdən biri, diqqət. Testlərdə ən çox düşən məsələlərdən biri. Bura qədər bunları dedim, çatdırdım sizə. Testlərdə ən çox düşən məsələ tiplərindən biri də budur ki, trapesiya, diaqonalları perpendikulyar olan trapesiya. Bax, buna xüsusi baxılır. Diaqonalları perpendikulyar olan trapesiya. Buna xüsusi baxılır. İndi biz də buna aid belə deyək də məsələlər deyərəm. Əvvəla düsturunu deyim, sonra. Diaqonalları perpendikulyar olan trapesiya. Diqqət. İxtiyari bir trapesiya götürürəm. İxtiyari bir trapesiya. A, B, C, D trapesiyası. Və bunun diaqonalları bir-birinə perpendikulyardır. Oturacaqları da A-dır, B-dir. Oturacaqları da A-dır, B-dir. İnşallah bu məsələ elə belə bir məsələ deyil. User, sən biraz səssizə atım, sən səssizdə qal, sən görürsən ki, görürəm ki, sən artıq, yəni, səssizdə qal, tamaşa elə. Bu, səssizdə qalmaq bilirsən də nə deməkdir? Yəni, elə bir ki, ilahi sənə qaşınma verir, amma dırnaq verməyib qaşımağa. Bax, indi bizi səssiz izlə. Çünki sən artıq o, necə deyərlər, o həddi artıq keçdin də. Sən ən yaxşı səssizdə. Blok da eləmirəm, amma blok sənə hörmətsizlik olar. Sənə axı hörmətsizlik olmasın. Sən orada, amma bu dəqiqə bilirəm, izləyirsən. Sənin özündə qalıb sözdə deyə bilmirsən. Yəni, səssizə səni atmışam, bu o deməkdir ki, bax, görsən, danışırıq, sən danışa bilmirsən. Başqa səhifə açarsan, yenə gedəcəksən səssizə. İzlə bizi. Bu dəqiqə danışmaq istəyən, danışa bilmirsən. Təxmini belə bir şeydir də. Baxırıq bura. Diqqət. Bu trapesiyaya xüsusi baxılır. Ay bala, sən eyni mənasız sualları nə qədər yazırsan? Diaqonalları nə olan? Üstünün adı nədir? Mən indi başlamışam da bunu deməyə. Yəni, bu bəsit şeylərdir. Yəni, dinləmək də bir bacarıqdır da. Hələ mən indi başlamışam da, hələ deməmişəm ki, hələ heç nə deməmişəm. Sən artıq sualları bir deyirsən orada. Diaqonallar nədir? Perpendikulyar nədir? Deyirəm də, bir səbrin olsun. Bax, bu trapesiya, diaqonalları qarşılıqlı perpendikulyar olan trapesiya. Bax, buna xüsusi baxılır. Mən sizə bu trapesiya ilə bağlı 2 düstur deyirəm və o düsturların çıxarılışını da deyirəm, hardan gəlir. Sonra keçərik onunla bağlı məsələlər həllinə. Aydın oldu. Çox səmərəlidir, həddindən artıq. Həddindən artıq səmərəlidir. Oturacaqları AB, diaqonalları bir-birinə perpendikulyar olan, bu diaqonal olsun D1, bu diaqonal da olsun D2. Diaqonalları bir-birinə perpendikulyar, yəni D1 perpendikulyardır D2. Oturacaqlar A və B-dir. Bununla bağlı 2 düstur. Amma bir 70.000 eləyək sonra deyimdə uşaqlar. Ekran bəyəndi, mən deməsəm heç kəs bəyənmir. Bir də zəhmət olmasa 70.000 eləyək, hər birinizdən xahiş edirəm. Sürətlə bəyənirik, 70.000-ə doğru. Bəyənin gənclər, bəli. Özün qocalmısan yəqin ki. Ya sən də gəncsən. Gəncsənsə gəl qoşul bunlara. Bəyənək sürətlə bəyənirik, gedirik 70.000-ə doğru. Deyirək ki, öyrəndim bəsdir. Öyrənim bəsdir. Deyirsən, öyrəndim bəsdir. Buradan səssizdə qalanlara da salam. Necə bir hissdir? Heç onu deyə də bilmirsən. Təsəvvür edirsən, səssizdəsən. Deyə də bilmirsən. Allah heç kəsə qismət eləməsin. İnşallah sürətlə bəyənə 70.000 eləyək, sonra keçib
Bunlara hələ məsələlər də var qarşıda. Canlı yayını bacardığınız qədər paylaşın. Bir balaca bəyəni olmadı, canlı düşdü aşağı. 70-80 nəfər azdır da. Mira, sən bayaqdan canlı yayındasan, bütün suallara cavab verirsən, bütün suallara deyən yerdə ki, funksiya çətinliyi çəksən, gir YouTube kanalında izlə. Sən bayaqdan canlı yayındasan, indi gəlib qoşulmusan ki, indi deyirsən ki, salam müəllim, necəsiz? Salamatçılıqdır, hər şey qaydasındadır. Hə? Bayaqdan burada sən misalları müzakirə edirsən, indi gəlib deyirsən ki, müəllim, necəsiz? Nurlan müəllim, nəysə bugün ancaq şəkillərin qarşısında durursan. Şəkillərin qarşısında hələ heç nə deməmişəm. Mən deyəndən sonra durmuram, narahat olma. Hələ heç nə çatdırmamışam da. Hə, indi qalmışdı da, elə biraz tez soruşdun. Elə bir balaca tez soruşdun. Sən həmişə belə tez soruşursan. Sən sabahları həkim olsan, xəstə öləndən sonra gələrsən. Deyərsən ki, bəs mən indi gəlmişəm. Hansı dərsdə trapesiya ilə bağlı bəzi bilgilər. Neysə. Vallahi birdən gələcəkdə həkim olacaqsan, ay Mira. Mesela biraz sən tez reaksiya verirsən, elə bir. Diqqət. Baxırıq bura. Uşaqlar, bir daha deyirəm. Bu trapesiyaya xüsusi baxılır. Hansı trapesiya? Diagonalları bir-birinə perpendikulyar olan trapesiya. Buna xüsusi baxılır. Diagonalları perpendikulyar və oturacaqları AB olan trapesiyada sənə 2 dənə düstur deyirəm. O düsturları öyrən. Sonra isə o düsturların isbatını da deyəcəm burada. Ki, bir dəfəli olsun sənin. Uşaqlar, əgər trapesiyanın diagonalları perpendikulyardırsa, mütləq bu şərt olmalıdır. Görürsünüz, burada nə deyirəm? Mütləq bu şərt olmalıdır. Oturacaqlar AB-dirsə, onun orta xətti bu düsturla tapılır. C bərabərdir. C bərabərdir. Kök altda D1-in kvadratı, üstə gəl D2-nin kvadratı bölünsün 2. Sonra ikinci. 1. D1-in kvadratı plus D2 C bərabər. Bax, bu C orta xəttdir. Orta xətt. Diagonallar perpendikulyardırsa və D1, D2-dirsə, orta xətt bu düsturla tapılır. Kök altda. D1-in kvadratı plus D2-nin kvadratı bölü 2. Bu birinci düstur. İkinci düstur budur. D1-in kvadratı üstə gəl D2-nin kvadratı bərabərdir A plus B-nin kvadratı. Aydın oldu. İkinci düstur da budur. D1-in kvadratı plus D2-nin kvadratı bərabərdir A plus B-nin kvadratı. Bax, bu iki düsturu sən öyrənməlisən. Aydın oldu. Elgün, sən bizim daimi izləyicisən ya indi qoşulmusan. Sən tutuquşu kimi eyni şeyi elə yazırsan rəy yerinə. Mənim bölməni deyək də, mənim bölmənin əsas quruluşu necədir? Sən görmürsən ki, bizim bu günləri mövzumuz nədir? Sən indiyə qədər görmürsən ki, mən bir mövzunu saxlayım, gedim başqa bir mövzuya keçim, nə bilim. Bəsdir də, eyni şeydə boğaza yığdın axı bizi. Lövhəni skrin eləməyə ehtiyac yoxdur. Dərsin təkrarı canlı yayın YouTube-a yerləşdiriləcək. Girib oradan ürəyin nə qədər istəyir izləyə bilərsən. İstəyirsən saxla, bax, nə bilim, çay içə bax, saxla sonra bax. Yəni, canlı yayın YouTube kanalına zaten yerləşdirilir. Skrin eləməyə ehtiyac yoxdur. Bağışlayın deyən yerdəki bəsdir də. Eyni şeyi yazırsan və höstədən çıxardırsan adamı. Deyim ki, sən yeni qoşulmuşsan, deyirəm, haçan baxıram buradasan. Burada olmağın yaxşı bir şeydir və eyni şeyi yazmadı. Bayaqdan yazırsan, bölməni yazaq, bölməni... Səncə, mən indiyə qədər olub dərsi saxlayım, digər dərsə keçim.
Baxırıq bura. Bax, bu iki düstur. Diaqonalları D1, D2 və perpendikulyar olan trapesiyada orta xətt belə tapılır. Bir də diaqonalların bu oturacaqlarla əlaqəli düsturu. İndi ola bilər ki, bəzən bu canlı yayında yazılır. Bunu deyim, sonra məsələlər həllinə keçir. Topluda çoxdur belə məsələlər. Topluda belə məsələlər var test şəklində. Bu şəkildə də isbatlar sizdən soruşulacaq. İsbat yeri var orada. Toplu həm birincisi, həm ikincisi də. Məsələn, sənə deyə bilər, sənə imtahanda düşə bilər də, blok imtahanında. Bunu götür isbat edə, trapesiyada. Bunu götür isbat edə. Dəfələrlə də təklif olunub. İndən həm isbatını öyrən, həm məsələsini öyrən. Baxırıq bura. Tutaq ki, bu səndən isbat kimi soruşulsa. Tutaq ki, bu səndən isbat kimi soruşulsa. Onda nə edirsən? Qolları çırmalayırsan. Məndə indi qolları çırmalanıb hazır şəkildə. Bayaq dediyim kimi, yenə paralelogram qurursan. Bax, trapesiya deyil bu. Bizim trapesiya maşallah uzunluğuna bax, trapesiyanın bir başından o başına bolt rahat 3 manata aparır. Deməli, A, B, C, D. Diqqət. Oturacaqlar olsun A, B, diaqonallar və perpendikulyardır. Bura D1'dir, burada D2'dir. Bu hissə D1'dir, bu hissə də D2'dir. Aydın oldu. D1, D2. Bunu göstərmək üçün sən burada nə edirsən? Bunlar perpendikulyar, bunlar perpendikulyar. Bu diaqonal D1'dir, bu diaqonal da D2'dir. Sən burada bu böyük oturacaqları bunu biraz uzadırsan. Uzadırsan bunu. Bunun yerləşdiyi bu düz xətti də götürüb uzadırsan. Bax, bu şəkildə. Bu B-dən bu AC-yə paralel çəkirəm. Bax, bu şəkildə. Bura deyirəm bir M nöqtəsi. Bu MB paraleldir AC-yə. Əgər MB AC-yə paraleldirsə, diqqət, MB AC-yə paraleldirsə, bunlar uyğun bucaqlardır da, paralel üst xəttə bunlar 90 dərəcə olurdu. Yaxud da cəmi 180-dir, fərqi nədir? Burada 90-dır. Daha sonra. Bura B-dirsə, burada B-dir. Mənlə razısınız, paralelogramın qarşı tərəfləri bərabərdir. Bura B-dir. Digər tərəfdən, burada da qarşı tərəflər bərabərdir. Axı, mən bura D1 demişdim, burada D1 olur. İndi sən burada qəşəng şəkildə bu üçbucağa bax. Üçbucaq MBD. Bax, bu üçbucaq. Bax, bu daha burada. Görə bilirsiniz bunu. O falçı varı hərdən TikTokda deyir, bax, buradadır, burada. Bax, həmin bax, buradadır. Bax, burada, bu şəkildə. Bu üçbucaq görürsən, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda və, nədir burada və katetləri D1 və D2'dir. Təsəvvür edin ki, katetlər D1, D2'dirsə, bu hipotenuz nə olacaq? Pifagora görə kök altda D1'in kvadratı, üstə gəl D2'nin kvadratı. Bura həm D1'in kvadratı kök altda plus D2'nin kvadratıdır, həm də A plus B'dir də. Yəni bu həm də A plus B'yə bərabərdir. Orta xətt A plus B bölü 2 deyildi. Oturacaqlar cəmi bölü 2 deyildi. AB. Onun yerinə bunu yazıram. Olur kök altda D1'in kvadratı plus D2'nin kvadratı bölü 2. Bu tapıldı burada. Sonra bu bərabərlikdən də bunları götürürsən, kvadrata yüksəlsən bunu alırsan. D1'in kvadratı plus D2'nin kvadratı bərabərdir A plus B'nin kvadratı. Hər ikisini göstərdim. Aydın oldu. Yəni təkcə haradır ki? Təkcə orta xətt yazmışam da burada. Trapesiya ilə bağlı məsələlər həll etməmişsən çoxlu. Trapesiyada bu düzdür. Demirəm belə qəbul olunub, amma yəni çox məsələlərdə trapesiyada orta xətti C ilə göstərirlər də. Mən də burada C ilə göstərdim bunu. Və beləliklə göstərdik. Bu iki məşhur düstur, bu da bunun sübutu. Hardan gəldi? Daha bunu yadda saxlayırıq. Bir şey soruşdum da daha. Keç növbətiyə. Növbəti bir şey soruş. Bir şey artıq soruşdum. Ekranı bəyənək də. Niyə bəyənməyik? 81.000 bəyəni. Bəyənək ekranını. Biz MN yazırıq, MN də yazırıq, MN də yazılır, C də yazılır. Trapesiyanın orta xətti
M-in də yazılır, C də yazılır. Bunların qayda kitabı var. Yox, bizdə görməmişəm. Mən bunları türk kitablarından öyrənmişəm. Bizdə elə rast gəlməz belə şeylər hələ ki. Bu oldu belə. İndi keçək bununla bağlı məsələlər həllinə. Diqqət. Mən artıq bu düsturda dedim. Ona aid isbat vardı. Necə isbat olur, onu da çatdırdım. İndi keçirik bununla bağlı məsələlər həllinə. Baxın burada nə var, nə yox. İndi iki məsələ yazaq, sonra keçərik başqa bir bilgiyə. Müəllim yayını spamlayır. Müəllim yayını spamlayır ya başqası. Kimsə yayını spamlayır. O yayını spamlayana nə deyim mən? Spamlasın da nə olar? Baxırıq bura, diqqət. Deyir ki, trapesiya verdi. Trapesiyada. Və mən sizə düsturda dedim, isbatında dedim. İndi keçirik məsələlər həllinə. Topluda çoxdur belə məsələlər. Sizə blok imtahanında, buraxılış imtahanında, hətta müəllimlərin mix sertifikasiya imtahanında da çox düşür belə suallar. İnşallah ekranları bəyənək də. Canlımız düşdü aşağı. 90 min edirik də onu. Sürətlə bir dənə bəyənək. 90 minə doğru. Hər birinizdən xahiş edirəm. Sürətlə bəyənək 90 minə doğru. Gedək, qaldı yoxdur. Bir dənə təşəkkür. Bir dənə sürətli bəyənək. Bizim üçün ekran bəyəni çox önəmlidir. Hər birinizdən artıq dərəcədə xahiş edirəm. Ekranları bəyənək. 90 minə doğru. 9-un imtahanında düşəcək. Niyə düşmür? 9-un imtahanında trapesiya var da. Trapesiya 8-ci sinifdədir. Niyə düşmür? Topluda da var. Blok imtahanında da düşür. 90 minə doğru. Hər birinizdən xahiş edirəm. Sürətlə bir dənə bəyənək ekranları. 90 mini də, yoxsa mən deməsəm çoxu bəyənmir. Qınamıram da. Bəzən görsən fikir qalır dərs üzərində. Baxmadan. Bilmirəm, dərs maraqlıdır ya da. 90 minə doğru. Sürətli bir bəyənək. Canımız hiss edirəm spamdan çıxıb. İndi sonrası Allah kərimdir. Yaxşı olar inşallah. Müəllim, bilmək olar neçə illik pedaqoji təcrübəniz var. Tutaq ki, bildin. Nə olacaq? Nəyə əsasən soruşursan? Onu yaz, mən sənə deyirəm. Nəyə əsasən soruşursan? Mənə də maraqlıdır. Mən də sənə bu sualı verə bilərəm də. Sən mənim sualıma cavab desən ki, yox, elə belə, yox. İkinci dəfədir bu sualı. Bayaqlarda ya biri vermişdi, ya elə sən edin deyəsən. 90 min. Sürətlə bir dənə bəyənək. 90 minə doğru. 100 minə az qalır. Bəyənək, sürətlə bəyənək keçirir bu məsələ. Məsələ topluda sizə bilirsiniz nə qədər rast gələcək. Və əksəriyyətinizi çətinlik çəkdiyi məsələdir. Mən sizə nəinki bu məsələ, onun isbatını da dedim. Daha nə istəyirsiniz? Mahnı var deyil, daha nə istəyirsən?
Diqqət, 90 mini keçdik. Təşəkkür, minnətdaram, hörmət və saygı. Trapesiyadan söhbət gedir. Bax, gedibsən imtahana. Topluda da belə suallar çoxdur. Deyir ki, trapesiya verilib. Bu trapesiyanı mən də yazmıram. Şərti. Diagonalları perpendikulyardır. D1, perpendikulyardır D2. Trapesiya verilib. Diagonallar perpendikulyardır. D1 perpendikulyardır D2'yə. Və diagonallar D1 bərabərdir 6 santimetrdir. D2 bərabərdir 8 santimetrdir. Trapesiyanın orta xəttini deyir tap. C bərabərdir suala. Orta xətt. Deyir orta xətti sən tap. Gedibsən imtahana, heç getmə. Burada qarşıma çıxsın. Ümumiyyətlə bir bilik kimi öyrən. İmtahanda, blok imtahanında, buraxılış imtahanında sənə ən çox düşən suallardan biridir. Öyrən canın qutarsında. Bu düsturu mən sənə deyirəm, çıxarılışını da dedim. Trapesiya verilib. Diagonallar perpendikulyar və diagonallar 6-8'dir. Onun orta xəttini tapın. Buyuraq, rəy yerinə yazaq hələ. Görək ki, cavab neçədir? Mən burada su qoymuşdum axı içməyə. Boğazım qurudu. Həllini yazmağa qoymur TikTok. Sən onun həllini orada necə yazarsan? Cavab, uşaqlar, ekranları da bəyənməyi unutmayın. 100 minə doğru gelirik. Qəşəng şəkildə, normal şəkildə, rahat şəkildə. Bu arıqlamışam biraz. Çox işləyirəm, istirahatıma baxmıram qəti şəkildə. Sürətlə arıqlayıram. İlk dəfə canlı açanda maşallah ekrana sığmırdım. Bu yanlar əməlli başlı gedir. Şagirdlərin yolunda fəda edirik özümüzü. Görəsən, bizi qiymətləndirəcəklərmi? Təbii ki, xeyr. Bir dənə like çox görənlər var. Hə, arıqlamışam, bəli. Keçək müəllim izaha, özdə riski. Yo, mən çox işləyirəm, həqiqətən nə istirahatıma baxıram, nə qidalanmam. Elə vaxt o yemək yadımdan çıxır. Çox arıqlamışam, mən belə deyildim. Mənim ilk dəfə canlı açanda maşallah tontiş-montiş idim. İndi amma arıqlamaq sağlamlıqdır, çəkir. Pisdir. Neysə, keçək canlıya nədir? Keçək misala. Bütün müəllimlər o gündədir. Bütün deməyə çoxu. Bütün deməyə çoxu bəli. Çünki müəllimin işi çətindir, həqiqətən. Doğrudan çətindir. Bəzən ilə müəllim işləyəndən sonra adam öz müəllimlərinin qədrini bilir. Orası doğrudur, amma həqiqətən bax, bu canlı yayından da. Mən orta məktəbdə çox yaxşı şagird olmuşam. Demirəm, belə möhtəşəm dərs oxumuşam. Amma yəni həqiqətən məktəbdə mən çox, heç müəllimləri incitməmişəm. Məndən heç vaxt şikayət gəlməyib. Məktəbdə çox nümunəvi şagird olmuşam. Yəni həqiqətən. Yəni məndən şikayət gəlməyib evə ki, dərsdə dinc qalmır, bizi bezir qəti surətdə. Mən yaxşı şagird olmuşam. Amma ümumilikdə görmüşəm, bəli, müəllimləri əsəbləşdirən şagirdlər olub. O yazıq müəllimlər gör nə çəkir. Zarafat deyil, biz hərdən deyirik, müəllimin işi çox çətindir, həqiqətən çətindir. Biz nə qədər müəllimlər xəstəlik tapırlar şagirdlərin əlində, məktəbdə. Adam hərdən müayinəyə getmək də istəmir. Baba, o qədər problem çıxacaq, qorxur adam getməyə. Nə qədər əsəb. Təsəvvür ki, adicə özünüzdən danışın da. Təsəvvür biri ilə biraz danışırsan, yorulursan. Təsəvvür edirsən, biri ilə biraz danışırsan, adam yorulur. Təsəvvür ki, müəllim saat 9-un yarısından məktəb düz saat 2-yə qədər ancaq danışır.
Danışmaq deyirsən, o qədər danışmışam, dilim kəkəliyir. Danışmaq da bir qırağa. Nəyisə öyrətməlisən, izah etməlisən. Sinifdə əgər bir 20 dənə şagird varsa, 20 dənə ailə var, 20 dənə müxtəlif yerlərdən tərbiyə var. 20 dənə düşüncə var, 20 dənə mühit var. İndi gəl hamının damarını tut. Bununla çox çətindir, çox. O uşaqların özlərindədir problemdə. Zamanla kim neynir, özünə eləyir. Yəni müəllim də insandır da. Mən indi özüm müəlliməm deyə müəllimləri müdafiə etmirəm. Müəllim də insandır, onun da öz problemləri var, onun da öz problemi var, dərdi var, xəstəliyi var, o birisi var. Yəni müəllim daşdan deyil ki, onun da öz işləri var da. Deməli, biz indicə dedik ki, diagonalları perpendikulyar olan trapesiyanın orta xətti hansı düsturla tapılır? Və bu düsturu bir dəfədə yazırıq, təkrarlansın. C bərabərdir kök altda. D1-in kvadratı üstə gəl D2-nin kvadratı bölünsün 2. Trapesiyanın diagonalları verilir və bir-birinə perpendikulyardırsa onun orta xətti və bu düsturla tapılır. Bu da bərabər. C bərabərdir kök altında D1-in kvadratı 6-nın kvadratı üstə gəl D2-nin kvadratı 8-in kvadratı bölünsün 2. Bu məşhur Pifaqor ədədləri də 10-dur və yaxud da istəsən belə də baxa bilərsən. Belə, bu şəkildə. 10, 36, 64, 100 kök çıxır 10. 10 bölünsün 2, bu da bizə verdi 5 santimetr. Cavab oldu 5 santimetr. Aydın oldu. Zor düsturdur. Mən də dedim o sözü. Hə, zor düsturdur, bəli. Zor düsturdur, əlbəttə ki. Bu oldu belə. Mənim özümə biz nə qədər deyirlər uşaqlar. Bekara qalmısan, nədir orada dərs keçirsən, nə bilim, nə deyirlər də. Mənim içimdən gəlir, eləyirəm. Biz mənə nə qədər deyiblər. Mən hətta belə pis çıxmasın, gülənlər də var. Bəlkə sizə qəribə gələr. Bekara qalmısan, orada dərs keçirsən. Hətta mən yalandan, düzdür, mən heç ki motivasiyamı öldürə bilmir. Amma yalandan əşki, orada onsa öyrənənlər var. Kimdir qulaq asan? Deyirəm, kimdir qulaq asan? Gir canlıda bax. Nə qədər mesajlar gəlir, təşəkkür, çox sağ ol. Allah elə bəsdir. Kim də nə öyrənir burada? Min halal xoşu. Niyə? Çünki içindən gəlir. İçindən gəlməsə, mənə kimsə məcbur edir burada canlı yayına gətirməyə. Heç kəs. Bəli, ancaq diagonalları perpendikulyar olan trapesiyadadır. Yalnız və yalnız. Növbəti bir bilik. Uşaqlar, bu canlı yayın inşallah YouTube'a da yerləşdiriləcək. Hazırlığa getmirəm, buradan öyrənirəm. Halal xoşun. Elə buradan öyrən, heç hazırlığa getmə. Bax, mən buradan hamıya müraciət edirəm. Hərdən mənə deyirlər, yanıma hazırlığa. Buradan deyirəm də sənə. Elə bu canlı yayını izlə, valla zamanla demək olar ki, bütün mövzuların izahı olacaq. Mənim fikrim var ki, inşallah sağlıq olsun, Allahın izni ilə bu yola çıxmışıqsa, bacardığım qədər mən bütün mövzuların izahını verəcəm. O dərsdir də əməlli başdır. Buradan da deyirəm ki, yəni hazırlığa heç qalma. Nə mənim yanıma qal, nə kiminsə yanına qal. Nəyə lazımdır öz pulumu tökəsən ora bura. Və buradan keçirəm, öyrən də burada. Gör hazırlıqda necə olacaq ki? Bundan pis olacaq, yaxşı olmayacaq. Düzbucaqlı trapesiya. Diqqət, düzbucaqlı trapesiya. Diagonalları perpendikulyar olan ixtiyari trapesiya üçün dedim. İndi isə diagonalları perpendikulyar olan düzbucaqlı trapesiya üçün deyirəm. İxtiyari bir düzbucaqlı trapesiya götürək. Və bunun diagonalları perpendikulyar olsun. A, B, C, D. Düzbucaqlı trapesiyadır və diagonalları perpendikulyardır. D1, D2. D1, D2. Diqqət.
İxtiyari bir trapesiyadır və diaqonalları perpendikulyardır. Bu halda deyir hündürlüyü tap. H bərabərdir suala. Uşaqlar, və oturacaqları AB olsun. A buradır, B buradır. Trapesiyanın, bunu deyirəm, sonra keçirəm bunun sübutuna məsələ həll edərik. Düzbucaqlı trapesiyanın oturacaqları AB olsun. Diaqonalları D1, D2 və bir-birinə nə olsun? Perpendikulyar olsun. Heç bu D1, D2'ye burada ehtiyac yoxdur. Sadəcə diaqonallar perpendikulyar olsun, bəs edir. Düzbucaqlı trapesiyanın diaqonalları perpendikulyardırsa, oturacaqlar A və B-dirsə, onun hündürlüyünün düsturu budur. Bəli, H kvadrat bərabərdir A vurulsun B və ya H bərabərdir kök altda AB. Bax bu şəkildə. Bunu ispat edək, sonra məsələ deyərik. İsbatını da bilin. Nəyə görə deyirəm uşaqlar? Bu sizə məsələ kimi testə düşəcək. Amma bir ispat kimi də harda düşə bilər? İspat tələb edən sualda. Məsələn, sənə deyər ki, bunu ispat elə. Bunu da bilməlisən də. Sən bunun üçün nə edirsən? Elə burada göstərim bunu. İspatı. Nədir o ispat? Bax bu. Diaqonallar perpendikulyardır düzbucaqlı trapesiyada. A, B, C, D. Bax, yenə bunu uzadırsan, bayaq dediyim kimi. Niyə belə əyli çəkirəm, bilmirəm. Yorğunluqdandır yer. Mənim kimi sərrast çəkən. Buradan yenə bura paralel çəkirəm. Bir M. Bax, MB. Bundan əvvəlki məsələ kimi. Paraleldir AC. Paraleldir AC. MB paraleldir AC çək. Çəkdikdən sonra bu fiqur paralelogramdır da. Demirik, burada dedik A'dır, burada B'dir də. Elə deyil. Diqqət. Burada H. Qorxulu bir şey yoxdur. Özünü qorxutma. Bayaqkili başa düşmürsənsə, bunu 100% başa düşəcəksən. Burada 90-dırsa, burada 90-dır. Çünki paraleloqramda uyğun bucaqlardır bunlar. Və yaxud da ki, nə bilim, hətta paraleldir də, kəsən uyğun bucaqlardır 90-dır. Və yaxud da daxili bir tərəfli bucaqların cəmi 180-dir, burada 90 olur. Digər tərəfdən burada perpendikulyardır, bu heç. İndi, bax bura. Bu paraleloqramdır da bu fiqur. Bunun qarşı tərəfləri bərabərdir. Axı, burada B olur. Razısan? Əlbəttə ki, razısan. Bu üçbucağa bax. M, B, D üçbucağı. Bax, bu üçbucaq. M, B, D üçbucağı. Düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsindən çəkilən hündürlük var. Düzbucaqlı üçbucaqda metrik münasibətlərə görə kimin çətinliyi varsa YouTube kanalında izləyə bilər. Orada dərs kimi verilib. Necə idi? H kvadrat bərabərdir. B vurulsun A və yaxud da A vurulsun B. Buna F-kilik teoremi də deyirdilər. Və beləliklə biz bunu ispat etmiş olduq. Fikrim çatdı. Bu oldu belə. İndi bir məsələ yazaq. Bunu da dedim. Demədim, nə qaldı ki? Belə. Bax, sənə deyə bilər ki, diaqonalları perpendikulyar olan, qısa yazıram, perpendikulyar olan düzbucaqlı trapesiyada düzbucaqlı trapesiyada oturacaqlar 9 və 4'dür. Hündürlüyü tap. Hündürlük bərabərdir suala. İspat kimi düşsə, dedim isbatın.
Tıklamağa da ehtiyac yoxdur. Olsa biraz da yaxşı, olsa 100.000-i keçmişik. Da səhifəmiz spamdan çıxar inşallah. Hündürlüyü sən tap. Burada artıq test kimi verilib, isbatını da mən sizə dedim. Maraqlı bir bilikdir. Çox lazımlı bir bilikdir həqiqətən. Cavab. Bunların isbatlarını mən demişəm sizə. Bax belə. Bu məsələ canlı yayını yenə də YouTube-a yerləşdirəcəm. Möhtəşəm dərsdir. Sıfırdan hamısına baxarsınız. Yəni dərsimiz nədir? Bəyalar bunun isbatını kimsə izləyibsə deyə bilər ki, bunun nəyə lazımdır? Sırf bizim bugünkü dərsdir. Trapesiyada paralelogramdan istifadə etmək, paralelogram qurmaq. İki formadadır. İçəridə də qurulur, çöldə də qurulur. Biz bunun isbatında paralelogramı çöldən qurduq. Aydın oldu. Bu həm də sizdə qurma məsələləri, yəni özündən əlavə nəsə yaratmaq fikrini də aşılayır. Sizdə o vərdişi yaradır. Cavab 6-dır, bəli. Trapesiyanın diaqonalları perpendikulardır və düzbucaqlıdır. Əsas bunlardır uşaqlar. Bəzən uşaqlarda necə gəldi yazılırlar, qəti surətdə olmaz. O şərtləri hamısını ödəməlidir. Aydın oldu dediyim. Şərtləri ödəməlidir hamısını. Hansı şərtdir? Birinci növbədə diaqonallar perpendikulyar, sonra da düzbucaqlı trapesiya. Ondan sonra sən dediyin, əgər deyirsənsə, nədir burada? Oturacaqlar 9, 6-dır. A bərabərdir 9, B bərabərdir 4. Hündürlüyü soruşur. Hündürlüyü bərabərdir sualım. Qaydaya görə necə idi? Qayda H bərabərdir. Kök altda oturacaqlar hasili. Bu da bərabərdir. Kök altda 9 vurulsun 4. Birbaşa yazıldı. 3 vur 2, 36, 6 edirdi. Cavab oldu 6. Bu oldu belə. Aydın oldu dediyim. 2 dənə də möhtəşəm məsələ yazaq. Həqiqətən super bir məsələ 2 dənə. Bu tamam ayrıdır. Düzbucaqlı və diaqonallar ortaq, əlbəttə, bəli. Çünki bayaqlar dediyimiz ixtiyari trapesiya üçündür. Diaqonallar perpendikulardır. Əgər diaqonallar perpendikulyar şərti varsa, o düzbucaqlı trapesiya üçün də doğrudur. Niyə? Çünki düzbucaqlı trapesiyada ixtiyari trapesiyanın xüsusi halıdır. Amma bu düstur isə düzbucaqlı trapesiyada keçərlidir. Bu düstur. Bundan əvvəlki düstur düzbucaqlı trapesiyada keçərlidir. Amma bu düstur isə ancaq düzbucaqlı trapesiyadır. Çünki ixtiyari trapesiya üçün deyilən hər bir şey düzbucaqlı trapesiya üçün də doğrudur. Niyə? Çünki düzbucaqlı trapesiya ixtiyari trapesiyanın xüsusi halıdır. Amma bu isə sırf özünə aiddir. Sırf özü üçündür bu. Buyur. İndi 2 dənə maraqlı məsələ yazaq. Sonra baxaq başımıza nə iş gəlir. Uşaqlar, bu trapesiyada mən bu məsələləri siz bizim kitablarda elə də rast gəlməzsiniz. Bizim kitablarda rast gəlsəz də 1 dənə, 2 dənə belə. Yəni mən bunları hamısını türk kitablarından deyirəm. Orada möhtəşəm verilib. Özüm oradan baxıram, sizin üçün də sizdən də bölüşürəm. Qəşəng kitablar tapa bilsəz taparsınız da. Məsələn, Göz Geometriya kitabı türk. Qalın kitabdır, bilmirəm neçə səhifədir bu. 638 səhifəli kitabdır. Bax bu kitab. Bilmirəm, görə bilirsiniz. Bax bu kitabı tapsaz yaxşı olar. Möhtəşəm kitabdır. Özü qalın kitabdır. Baxın 638 səhifədir, 640 səhifəyə yaxın kitabdır. Yəni bu möhtəşəm kitabdır. Bax buradan yazıram sizin üçün. Qəşəng kitabdır. İndi bir kitab var, o da var. O ümumiyyətlə tapılmayan kitabdır. Qəşəng kitabdır. Hətta sonra bir kitabda bax budur. Bu da qəşəng kitabdır. Bu ümumiyyətlə möhtəşəm kitabdır. Bu kitab da qəşəngdir. Türklərdə keçirilən riyaziyyat bizim riyaziyyata nisbətən baxır da hərənin öz çətinliyi var. Yəni riyaziyyat yenə riyaziyyatdır, söz yox.
Sadəcə mənə çatmayan məqamlar da var. Məsələn, hərdən bu sosial şəbəkəyə baxıram, görürəm ki, necə başa salım sizə. Məsələn, bir də görürsən ki, bir şəxs, müəllim deməyək, yəni belə insanlara müəllim demək biraz düzgün deyil. Məsələn, baxırsan, görürsən ki, bir şəxs həm abituriyent hazırlayır, həm olimpiyadaya hazırlayır, həm MİQ-ə hazırlayır, həm sertifikasiyaya hazırlayır, həm lisseyə hazırlayır. Yəni, bu biabırçılıqdır. Bir insan bu qədər bir şeyi bilə bilərmi? Bu sadəcə, nə bilim, bu biz nəyə oxşuyur? Demə, biri girir bir məclisə, görür ki, məclisdə naz-nimətlər düzülüb. 100 nəfər insan gəlməyəcək, 100-ünün də yeməyə qoyulub qarşıda. Bu da acgözü olur. Deyir ki, mən necə edim, bunlar hamısı mənim olsun. Götürür, hər kəsin qarşısındakı ətə bir diş vurur, qoyur, bir diş vurur, qoyur ki, bu heç kəs yeyə bilməsin. Bunlar da belə. Bir insan bu qədər şeyi necə çatdırır? Ümumiyyətlə, belə bir şey ola bilərmi? Mümkün deyil. Bir insan olimpiyadadan da möhtəşəmdir. Nə bilim, biraz inandırıcı görünmür. Hamı istəyir ki, biznes qursun. Təhsil də biznes olanda artıq məhv olur gedir. Bunu bir dəfəli yadda saxlayaq. Deməli, uşaqlar, bunları hamısını dedik. Bunları hamısını dedik. Diqqət. İndi sizə bir möhtəşəm məsələ deyirəm. Bunu da deyək, saxlayaq. Trapesiyanın sahəsi ilə bağlı. Bugünkü dərsimizdir. Bəzən elə çətin məsələlər var ki, orada trapesiyanın sahəsini tapmaq üçün orada paralleloqram yaratmaq daha yaxşıdır. Aydın oldu dediyim. Fikrim çatdı. Yəni ki, bəzən razıyam, bəli. Trapesiyanın sahəsi ilə bağlı, bax, tapılması ilə bağlı bir dənə möhtəşəm məsələ deyirəm. Bugün keçdiyimiz qayda var, bax, orada keçərlidir. İndi deyirəm, baxın, diqqət bura. İxtiyari bir trapesiyadır. Bax, belə bir trapesiya verilib. A, D, C, B. 6, 8, 14, 4. Deyir ki, bu trapesiyanın sahəsini tapın. S bərabərdir suala. O mənada demirəm, mən nə deyirəm, sən nə deyirsən. Bax, sizə bir şey deyim də. Yaxşı təhsil almaq, gələcəkdə yaxşı yaşamaq demək deyil. Sən təhsili ümumiyyətlə almalısan da, təhsilli olmalısan da, nəyəsə fikrin olmalıdır, nədənsə çıxış yolu tapmalısan, nə bilim, nələrsə. Yaxşı yaşamaq çox hallarda bəxt məsələsidir. Uzun söhbətdir, bir dəfə demişəm, danışmışam, gir YouTube'da baxarsan, burada mən təzədən nə deyim. Baxırıq bura, bax bu məsələ. Deyir ki, sahəni tap burada. Sahə, bax belə bir üçbucaq nədir? Trapesiya verilib 6, 4, 14, 8. Bu trapesiyanın sahəsini deyir tapın. Deyir, Allah, bu il qəbul olunum istəyir. Valla onun hələ qutarmır, sən hələ çətinliyin, işlərin hələ qabaqdadır. Çox elə bir ki, universitetə girdim, qutardı, getdi. Hər şey qarşıdadır.
Burada nə edirik? Bax bu məsələ. Bunun iki üsulu var. Bir üsulu mən deyirəm. Sən bu məşhur məsələdə 6, 4, 14, 8 bunu həll edəndə hündürlükləri çəkirsən, tapırsan orada hər iki hündürlüyün bərabərliyini götürüb həll edirsən. Bu biraz uzun dərədir bu məsələ üçün. Burada yenə gəlib hara çıxır? Paralelogram qurmağa. Çox super bir dənə məsələdir. Möhtəşəm. Sizə də təklif oluna bilər. Hazırlıqdan qazanılan pulun heç vaxt bərəkəti olmur. Nə bilim, bilmirəm valla. Ola bilər. Hazırlıqdan qazanılan pulun nə bilim. Hazırlıq kimin burnundan gələ bilər? O müəllim ki, məktəbdə özünü yormur, özünü saxlayır hazırlığa. Bəli, onların burnundan ilim-ilim gələcək. Bunu mən heç kəsdən çəkinmədən buradan deyirəm. Yəni kimsə fikirləşir ki, mən məktəbdəyəm, orada keçməyim, özümü saxlayım hazırlığa, bəli, ondan razıyam. Burada nə edirik? Əsas məsələ paralelogram qurmaq. Möhtəşəm məsələdir. Müəllimlərin sertifikasiya imtahanında düşə bilir, digərdə. Hündürlük falan çəkmək olar. Bunun daha rahat yolunu deyirəm mən. Hündürlük falan çəkmək olar, problem deyil. Hündürlük çəkirsən, tapırsan, sonra o hündürlükləri bərabərliyini götürüb həll edirsən. Olar, amma daha rahat yolunu gəlin tapaq. Burada paralelograma tamamlayıram. Mən buradan bayaq dedim, axı bizim dərsimiz budur da. Paralelograma tamamlayıram. Bax, buradan bura bir paralel çəkirəm. DM paraleldir bu. Gör nə gözəl alınır. Özünüz də bəyənərsiniz. Özünüzün də xoşuna gələcək bu həll üsulu. Bax, buradan bura bir dənə paralel çəkdim. Çəkəndən sonra fiqur paralelogramda dedik, bayaqdan bunu deyirdik. Bura 8-dirsə, bura da 8-dir. Çünki qarşı tərəflər nədir? Bərabərdir. Bura 4-dürsə, bura da 4-dür. Qarşı tərəflər bərabərdir. Bütöv 14, bura 4. Bura nə qədər olur? 10. 6, 8, 10 düzbucaqlı üçbucaqdır. Elə deyilmi? Bəli. Buradan bura bir hündürlük çəkirəm ki, bunun sahəsini tapmaq üçün də. Bu hündürlük nəyə bərabərdir? Bu h. Bu h bərabərdir. Nəyə bərabərdir bu h? Düzbucaqlı üçbucaqda metrik münasibətlərə görə 6, 8 bölü 10. Bunların katitlər aslı bir hündürlük. 6 vur 8 bölünsün 10. Bu da bizə verir 4,8. Hündürlüyü tapdın. Onda trapesiyanın sahəsi məlum. Oturacaqlar cəmi 14 plus 4 bölü 2 vur hündürlük də 4,8-dir də. Bərabərdir. Gördünüz necə rahat alındı bu. Aydın oldu. Sən sadəcə bunu paralelograma tamamladın. Bura 8-dirsə, bura 8. Bura 4-dürsə, burada 4 olur. Qarşı tərəflə bərabər. Bütöv 14, bura düşdü 10. 6, 8, 10 düzbucaqlı üçbucaqdır. Onda bu hündürlük, trapesiyanın hündürlüyü. Katetlər hasili bölünsün. Bax, bu hipotenuzdur. Bura oldu 4,8. Trapesiyanın sahəsi məlum, oturacaqlar cəmi bölü 2 vurulur. Bəzən belə də tapırlar. Bunun sahəsini toplayırlar bunun sahəsindən. Ehtiyac yoxdur. Elə hazır trapesiyanın sahəsi məlum tapılır da. Bölsəm burada 18. 14 o da 4. 18. Vurulsun 2 onda 4'ə. Bu da indi cavab. Hesaplayarsınız getdi. Həvəskar oxuculara həvalə edilir. Aydın oldu. Bu da oldu belə. İndi sual veriliblər ki, bu həmişə keçərlidirmi? Xeyr. Ancaq düzbucaqlı, üçbucaq olan hal üçündə. Amma çox zamanda bu şəkildə verirlər. Aydın oldu. Bu da belə. Uşaqlar, canlı yayını da bitirək. İnşallah sabahlarda görüşərik. Bu günlərdə maraqlı canlı yayın oldu. Həqiqətən möhtəşəm izahlar oldu. Və öz dərsim deyə tərifləmirəm. Göz qabağındadır da. Arada özümüzə tərifləyək də. Bu canlı yayını inşallah YouTube'a yerləşdirəcəm. Girib YouTube'dan da izləyərsiniz. YouTube'dan da izləyərsiniz. Amma xahiş edirəm, YouTube'dan izləyəndə orada da bir like qoyun da. Bizim YouTube kanalımız biraz çöküb. Çünki mən bir ara TikTok'a çox yer verirdim. Bu YouTube'a biraz yer vermirdim. Mənim YouTube kanalım biraz çöktü. O YouTube kanalını nə olar biraz qaldıraq da.
Girin orada bütün videoları bəyənin. Düzdür, çoxdur, 300 nə qədər video var, amma bəyənin də, o bəyənəndə o YouTube kanalı o ölülüyündən çıxır da. YouTube kanalımızın adı da, bu səhifənin adı necədir odur. Siz sadəcə olaraq YouTube'da bunu yazırsınız. TikTok bizə spam atmasın bu sözümə görə. Görürsən, biraz, bəli, bax, burada yazıb. Eynən yazsaz daha yaxşı olar. YouTube kanalının adı bax budur, bax bu şəkildə. Eynən də olar, amma bu şəkildə. Nurlan Əliyev Riyaziyyat. YouTube'da yazırsınız, kanala daxil olan ki, bir dənə qəşəng abunə olursunuz. Sonra girin videoları bəyənin hamısını ki, qoy o kanalı biz dirçəldək də. Aydın oldu. Belə. Mən birazdan yerləşdirəcəm. Gecəniz xeyrə, görüşərik.